Qubadlı rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Bakı şəhəri Hərbi Memorial Məzarlıqda 27 sentyabr 2020-ci il tarixində başlanmış Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda igidlik göstərən Vətən müharibəsi şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik leytenantı, Vətən müharibəsi qəhrəmanı Ağayev Vüqar Əhmədoğlunun doğum günü münasibəti ilə tədbir keçirildi. Qubadlı rayon icra hakimiyyətinin başçısının müavini Allahverdi Haqverdiyev bildirdi ki, Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun qısa zamanda əldə etdiyi nailiyyətlər peşəkar idarəçilik, döyüş hazırlığının və hərbi vətənpərvərlik ruhunun daima yüksək olması imkan verdi ki, biz torpaqlarımızı düşmənlərdən azad edək. 44 günlük vətən müharibəsində əks hücum əməliyyatları müvəffəqiyyətlə başa çatdı. Xətai rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov və digər çıxış edənlər bildirdilər ki, 30 ilə yaxın müddətdə səbir göstərən xalqımız nəhayət qələbəyə çatdı. 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdu. Şəhidimizin anası Nənə xanım Ağayeva göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi. Ağayev Vüqar Əhmədoğlu 4 mart 1973-cü ildə Qubadlı rayonunun Xanlıq kəndində anadan olmuşdu. 1 noyabr 2020-ci il tarixdə Qubadlı rayonu uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olmuşdu. 2021-ci ildə Qubadlı rayonu Xanlıq kənd Ümumi Orta Məktəbinə Vətən müharibəsi qəhrəmanı Vüqar Ağayevin adı verilmişdi. Ailəli idi, 2 övladı var, Allah bütün şəhidlərimizə rəhmət eləsin.